Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Dəyərli müəllimlər, bildiyimiz kimi bu gün artı 2025-ci ildə sertifikasiyada ilk dəfə iştirak edən müəllimlər üçün sınaq nümunələri paylaşıb. Yəni informatika, biologiya, kimya, fizika, coğrafiya müəllimlərinə aid olan bu suallarda siz İmtahanda hansı tip suallarla qarşılaşa bilərsiniz, qarşılaşma ehtimalınız var, daha yaxından tanış ola bilərsiniz. Mən isə informatikaya aid olan metodika suallarını indi sizə izah edəcəm. İzaha keçməmişdən öncə sizdən bir istəyim var. Zəhmət olmasa videonu bəyənməyi və gözəl rəylər yazılıb paylaşmağı unutmayın. Gəlin davam edək. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problemləri var və bu onun diqqətini yayındırır. Müəllim olaraq necə davranmalısınız? Ümumiyyətlə, sertifikasiya müəllimlərinə müəllim-şagird münasibəti, müəllim-valideyn münasibəti, sinifin idarə edilməsi, yəni mütləq bu haqda suallar qarşınıza çıxacaq. Situasiyada birinci özünüzü təsəvvür edin. Siz müəllim olaraq doğru addım atsaz, nə edərdiniz müəllimlər? Şagirdiniz ağlayır və ona yaxınlaşanda bildirir ki, mənim evdə ailəvi problemlərim var. A variantına baxaq. A variantında deyir ki, müəllim şagirdə hamının problemi ola bilər, sənin də problemin var, bura məktəbdir, emosiyalarını evdə saxla. Bu hansı müəllimin ifadə tərzidir? Avtoritar müəllimin ifadə tərzidir. B variantında müəllim şagirdə deyir ki, bu sənə bu qədər təsir edirsə, evdə qalman daha yaxşı olar. Əlbəttə ki, bu da doğru addım deyil. Çünki gördüyünüz kimi şagird evdən problemi var və ev ona cansıxıcı gəlir. Evdəki problemlər bu gün şagirdin ağlamasına səbəb olub. Müəllim şagirdə hisslərini ifadə etməsinə imkan verməlidir. Ehtiyac yaranarsa məktəb psixoloquna şagirdi yönləndirməlidir. Bəli, bizim doğru variantımız C variantıdır. Emosiyalarını idarə etmək nə deməkdir? Ümumiyyətlə, biz insanlarda hər birimizdə hisslər var. Bəzi insanlar çətin bir vəziyyətdə olanda hisslərini ifadə edə bilər, bəziləri hisslərini ifadə edə bilməz. Gördüyümüz kimi bu şagird çətin bir vəziyyətdədir və hal-hazırda o hisslərini idarə edə bilmir. Müəllim ona bu emosiyalarını ifadə edə bilməsində və yaxud da idarə edə bilməsində kömək edə bilər. Ehtiyac olarsa məktəb psixoloqundan da yardım ala bilər. Çünki şagirdi fiziki və psixi zorakılıqdan qorumaq, şagirdə dəstəkləyici mühit yaratmaq müəllimin vəzifə borcudur. Belə situasiyada ola bilərdi, belə bir variant da ola bilərdi ki, müəllim şagirdlə danışır, daha sonra bu problemi həll etmək üçün həm valideyni, həm məktəb psixoloqunu deməli cəlb edir bu işə. Bu da doğru addım olardı. Çünki əgər mən şagirdi barədə konfidensiallığı pozmuramsa, ailə şagirdə şiddət göstərməyəcəksə, bunu ailə ilə də danışıb həll edə bilərik. D variantına baxaq. Müəllim başqa şagirdlərə nümunə olması üçün ona dərsə davam etməyi tapşıra bilər. Yəni bir növ sən başqalarının gözündə güclü görsənməlisən. Bunu şagirdin şuuraltı şagirdə təsir edirəm. Bu da doğru addım deyil. Təbii ki, bir yerdə şagird artıq bezəcək və ola bilər ki, məsələn, bu tipli hadisələr bəzən görürsünüz ki, uşaqları intihara belə apara bilir. Ona görə müəllim vaxtında şagirdinə dəstək olmalıdır, vaxtında şagirdinə dayaq olub problemlərini ən azı gücü çatırsa belə deyək də həll etməlidir. Müəllim onu dərsdən çıxarır və valideynlərini çağırmaq üçün göndərmək istəyir. Yəni bu da doğru addım sayılmır. Davam edirik. Deməli, müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzusunu izah edir. Şagirdlərə tapşırıq verir ki, məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın və istədiyiniz belə deyək də situasiyada, istədiyiniz mövzuda qısa videoçar hazırlaya bilərsiniz. İstədiyiniz proqramda. Ola bilər bu Excel olsun, ola bilər Canva olsun, ola bilər təqdimat PowerPoint-da olsun. Yəni necə istəyirsinizsə təqdimatınızı təqdim edə bilərsiniz. Tapşırığın formasını siz müəyyən edin. Müəllimin bu tapşırığı verməkdə onun məqsədi nədir? Maraqlı suallardan biri idi bu.
A variantına baxaq. Deyir, müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin və bu informatikanın əsas bacarığı hesab olunur. Məsələn, burada təkcə diaqramdan söhbət getsəydi, mən A variantını doğru götürərdim. Amma burada Canva, Excel, PowerPoint, yəni bir çox proqramlar təklif edir şagirdə. Ona görə A variantı doğru variant deyil. Müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramlarında texniki biliklərini artırmaq istəyir. Əziz müəllimlər, baxın, burada müəllim təkcə yenə də qeyd etdiyim kimi şagirdlərin təqdimat bacarığını artırmaq deyil və yaxud da texniki biliklərini artırmaq deyil. Diferensial bir yanaşma var, hal-hazırda gördüyümüz kimi. Müəllim diferensiallığı təmin edir və bir növ diferensial təlimin 4 komponenti var. Müəllimlər, məzmun, proses, nəticə, qiymətləndirmə. Bir növ müəllim o nəticə komponentini reallaşdırır. Yəni siz necə istəyirsinizsə təqdim edə bilərsiniz. Mən qəbul edəcəm sizin təqdimatınıza. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Bəzi müəllimlər C variantını götürmüşdü. Bəli, rahat bir təqdimat atmosferi yaratmaq olar. Amma burada əyləncəli sözü biraz bizim situasiyamıza uyğun gəlmir müəllimlər. D variantına baxaq. Müəllim bu tapşırıqla şagirdlərin hansı üsulla daha yaxşı öyrəndiklərini müəyyən etmək istəyir. Bəli, ola bilər, bax, bu tapşırıq müəllimin şagirdə bir neçə bu vizual məlumatları təqdim etməsi üçün bir neçə seçim verməsi bir növ şagirdi müşahidə ilə də bağlı ola bilər. Şagirdlərin yeni intellektlərini öyrənə bilər və yaxud da hansı üsulla şagirdlər daha yaxşı öyrənir, yəni bunu müəyyən edə bilər. D variantı ən uyğun variantdır. Y variantına da baxaq. Müəllim təqdimatı şagirdlərin öhdəsinə buraxır, öz iş yükünü azaldır. Bu fikirdə səhvdir. Ümumiyyətlə, gördüyümüz situasiyada müəllim bir neçə, baxın, pedaqoji tələblərdə inklüzivlik olsun, təlimdə bərabər imkanlar olsun, şagird yönümlülük olsun. Yəni, bunların hər birini həyata keçirtmiş olur. Diferensiallıqdır. Onu da müəllim situasiyada görürük ki, təmin edib müəllimlər. Bir səhv yoxdur, yəni bizim situasiyamızda. Davam edirəm 3-cü sualla müəllimlər. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və ona vaxtında dəstək göstərməyə yönəlmişdir. Doğru fikirdir bu. Formativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin növlərindən biridir. Formativ qiymətləndirmə gündəlik aparılan şagirdin təlim məqsədinə gedəcəyi yolda onun fəaliyyətini izləyən qiymətləndirmədir. Formativ qiymətləndirməni bir neçə üsulla apara bilərik. Müşahidə, BİBÖ, klaster, sonra 3-2-1 ilə də apara bilərik. Klaster, üzr istəyirəm, diaqnostik qiymətləndirmədədir. 3-2-1, BİBÖ, düşün, cütləş, bölüş, paylaş, çıxış bileti, bu üsullarla formativ qiymətləndirməni apara bilərik. Ümumiyyətlə, öyrənmə prosesində böyük bir əhəmiyyətə malikdir. Şagirdin necə öyrənməsi, mən necə edə bilərəm ki, şagirdi olduğu yerdən olmaq istədiyi yerə aparım, necə edə bilərəm ki, təlimi səmərəli qurum. Bax, bunlar formativ qiymətləndirmədə öz əksini tapır. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas vasitədir. Əziz müəllimlər, bəli, refleksiya şagirdin nəyi öyrənməsi və necə öyrənməsinə baxması deməkdir. Refleksiya şagirdin biliklərini qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa keçirtmək üçün bir vasitədir. Əsasən biz onu dərsin sonunda aparırıq, amma əsasən deyirəm, tənqidi təfəkkürü inkişaf elətdirir refleksiya, metakognitiv bacarıqları şagirddə inkişaf elətdirir, necə öyrənmişəm, nə öyrənmişəm, nəyə baxmalıyam yenidən. Bir növ şagird öz fəaliyyətinə baxa bilir. Hətta nəinki şagird, müəllim də öz fəaliyyətinə baxır ki, dərsin sonunda mənim şagirdlərim dərsi necə mənimsəyib, hansı suallar, hansı hissələr mənim şagirdlərim üçün qaranlıq qalıb. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Təbii ki, burada məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda ola bilməz. Öyrənmə fəaliyyəti deyəndə biz burada iş üsullarında görə bilərik, iş formalarında görə bilərik, təlim strategiyalarında görə bilərik və bildiyimiz kimi bu ancaq dərsin sonunda baş vermir. C variantı səhv fikirdir.
Əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərdə həm akademik, həm də sosial bacarıqları inkişaf etdirir. Bəli, müəllimlər, əməkdaşlıq məsələn adətən qrup işlərində ola bilər, layihə işlərində ola bilər. Hər hansı bir tapşırıq zamanı şagirdlərin kollektiv şəkildə bir qrupda işləməsi üçün doğru əməkdaşlıq etmələri lazımdır. Və müəllim əgər əməkdaşlığı yaratmaq istəyirsə, birinci şagirdlərində ünsiyyət bacarığı formalaşdırmalıdır. Ünsiyyət səriştəsi deyirik biz buna. Əməkdaşlıq səriştəsi formalaşdırmalıdır. Deməli, Y variantına baxaq. Fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratması nəzərdə tutulur. Fasilitasiyadan da qısa bir izah verim sizə. Fasilitator müəllim, biz bunu əsasən Vygotsky nəzəriyyəsində görürük və müəllimin doğru fasilitator olması ona yaxından kömək etməsi demək deyil və yaxud da uzaqda qalıb pasiv olması deyil. Müəllim şagirdi izləyir, lazımi anda şagirdə müdaxilə edə bilər, öyrənməsində ona kömək edə bilər. Öyrənməsində kömək etmək nə deməkdir? Hər mənbəni şagirdə vermək doğru deyil. Yaxşı olar ki, bir neçə mənbə şagirdə təqdim edəsən, özünə uyğun olanı şagird oradan götürürsə, deməli siz uğurlu fasilitatorluq etmiş olursunuz. Yəni fasilitator bunu da deyim ki, müəllimlər, baxın, bura qeyd edirəm. Hazır şəkildə materialı şagirdə verən bir şəxs deyil. Yəni, düzdür, şagirdə kömək edir, amma hazır materialla yox. Davam edirəm. Alqoritmlər və ardıcıllıqlar mövzusunu keçirik. Şagirdlər qruplarda sadə tapşırıq üzərində işləyir. Lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəli gedə bilmədiyini görürsünüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyirlər. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa demədən onların özünü düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Baxın, müəllimlər, cavabı birbaşa demədən, yəni fasilitatorluq, doğru fasilitator budur. Birbaşa demirsiniz, amma elə şərait yaradırsınız ki, problemi onlar özləri düşünərək həll etsinlər. İndi deyir ki, ən effektiv təklif hansıdır? Yəni, nə etsəniz daha doğru olar? Onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız, diqqətinizi başqa qrupa yönləndirirsiniz. Elə burada A variantını saxlayıram. Materialı şagird yenidən oxusa, bir dəfə oxuyub başa düşməyib, deməli yenə oxuyub anlamayacaq. Müəllimin yolları ola bilər. Məsələn, ola bilər ki, orada elə bir nümunə izah versin ki, şagird fəaliyyətə qoşula bilsin. A variantı doğru deyil. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz ki, şagird başlaya bilsin, geridə qalmasın. Baxın, ola bilər nümunə göstərim, izah etmək yox. Bir neçə addımı nümunə kimi göstərərəm, gerisini şagirdlər özü başlaya bilər. İfadəsi daha doğru olardı. Şagirdlərə yönləndirici suallar veririk. Cavabları diqqətlə dinləyir və ehtiyac varsa kömək göstərir. Bəli, doğru fasilitator müəllimlər yönəlici suallar verir, cavabları dinləyir, ehtiyac varsa kömək də göstərir. Ondan sonra şagird özü fəaliyyətə cəlb olunur. Görək o biri variantlar nəyə görə səhvdir? Başqa bir qrupdan güclü bir şagirdi göndərirsiniz ki, tez onlara kömək etsin. Təbii ki, bu da doğru addım deyil. Bütün sinifin fəaliyyətini dayandırırsınız, mövzunu yenidən izah edirsiniz. Bu da doğru addım deyil, müəllimlər. Qrup işində belə, fərdi işdə belə, kollektivdə fərqi yoxdur. Müəllim hər zaman fasilitatordur. Yəni, doğru fasilitator öz yerini bilməlidir. Doğru fasilitator harada şagirdə kömək lazımdır, onu duymalıdır, müəllimlər. 5-ə baxaq. Müəllim şagirdə sualla müraciət edir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq siz bu vəziyyətə necə yanaşarsınız? Şagirdin hansı cavabı onda güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. Onun yerinə mən danışaram. Olmaz, yəni bu ünsiyyət bacarığı deyil. Ona təqdimatdan əvvəl hazır cavablar verərəm. Bu da doğru addım deyil. Ona söz haqqı verər, fikrini rahat ifadə etməsi üçün motivasiya verərəm və anlayışlı davranaram. Bəli, bax, elə burada C variantı özü bizə variantın burada olduğunu göstərir.
Ümumiyyətlə müəllimlər yadda saxlayın, fikir verdinizsə, əməkdaşlıq bacarığından suallar düşüb, amma siz bunu əgər neçə illərdir müəllim işləyirsinizsə və mən əminəm ki, bu situasiyalarla dəfələrlə qarşılaşmısınız. Bilirsiniz ki, A variantı, B variantı, Y variantı və D variantı doğru addım deyil. Şagirdin özünü kimdənsə yüksək görmək və yaxud da sırf ona daha yaxından kömək etmək üçün hazır cavabları şagirdə vermək yaxşı yoldaşlıq əlaməti deyil. Amma C variantında motivasiya vermək, anlayışlı davranmaq şagirdi daha həvəsə gətirər, şagirdi daha yaxşı qrup işinə, əməkdaşlığa cəlb edər. Nəinki digər variantlar. Davam edirik. Siz 8-ci sinifdə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır. Bunu bacarmaram, bu mənim üçün çətindir ifadələri ilə ifadələrini səsləndirirlər. Siz bu vəziyyəti dəyişdirmək istəyirsiniz. Şagirdlərin özünə inamını, onların daxili motivasiyasını artırmaq istəyirsiniz. Ən doğru addım hansı olar? Deməli, sizin şagirdləriniz bacarmaram deyir. Bu mənlik deyil, bir növ Karl Dweck'in qapalı düşüncə tərzindədirlər. Siz nə etməlisiniz? Şagirdlərə motivasiya verici videolar izləməyi tapşırmaq olar. Əslində bu A variantı necə olsaydı doğru olardı. Şagirdlərə motivasiya verici videolar izlətmək, daha sonra isə onlarla söhbət etmək, məsələni müzakirə etmək və onlara bir növ yol göstərərək hansı addımın, hansı fəaliyyətin daha uğurlu olacağını onlarla bölüşmək olar. Təbii ki, burada uşaqların da iştirakı olmalıdır. Yəni, həmin o həvəsdən düşən uşaqların iştirakı olmalıdır. Motivasiya edici videolar nə zaman doğru addım olur? Bir rol model kimi, nümunə kimi şagirdə göstərirsə, o zaman doğru olur. Amma mütləq bunun yanında mən nəsə etməliyəm müəllimlər. Sırf bu videoya baxın, sizin motivasiyanız qalxacaq deyə bir şey yoxdur. Şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlamaq, onları bu cür hallar üzərində düşünməyə və özlərini güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönəltmək. Bəli, B variantı ən doğru variantlarımızdan biridir. Ola bilər ki, o şagirdin əvvəl hər hansı bir uğuru olub. Biz həmişə deyirik ki, şagirdin uğurlarını mütləq şəkildə qeyd edin. Necə ki, mənfilərini deyib düzəltməyinizi istəyiriksə, uğurlarını da qeyd edin. Elə valideyn üçün də, şagird üçün də bu şagirdə motivasiya verə bilər. C variantına baxaq. Ən yaxşı nəticə göstərən şagirdin adını elan edin. Doğru addım deyil. Rəqabət yaradırsınız sinifdə. Bunun da nəticəsi yaxşı olmaz. Dərs zamanı daha çox frontal suallarla iş aparın və cavab verən şagirdləri tərifləyin, təşviq edin. Təşviq etmək olar, amma təşviqi D variantındakı kimi apara bilmərəm. Müəllimlər, təşviq etmək necə ola bilər? Məsələn, uğursuz bir insanın həyatını göstərə bilərsiniz ki, o necə uğurlar qazanıb, hansı yollardan keçib. Bəzən biz də bunu tələbələrimizlə edirik, müdavimlərə göstəririk ki, bax bu həyatı məsələn özümüz də onlar üçün rol model ola bilərik. Amma sırf başqa şagirdləri belə deyək də onları öyrənib cavab verən dərs zamanı daha çox frontal suallarla iş aparmaq və cavab verən şagirdlərə təriflənməklə onları öyrənməyə təşviq etmək doğru addım deyil. Valideynlərə şagirdin zəif sahələrini vurğulayan və hesabat göndərən, onlardan əlavə nəzarət tələb edə bilərsiniz. Əziz müəllimlər, əgər bugün şagirdimin bir problemi varsa, ciddi bir problemdirsə, valideynlə əməkdaşlıq edə bilərəm. Amma hər şeyi öz üzərimdən atıb valideynin üzərinə yükləmək olmaz. Çünki şagirdə daha çox onun öyrənməsi dərsdə baş verir və ona daha çox dəstəyi, motivasiyanı valideyndən əvvəl müəllim verir. Valideyn də olmalıdır, amma birinci bu problemi müəllim həll edir. Yaxşı olardı ki, müəllim əgər problem ciddidirsə, yenə də deyirəm, valideyni də əməkdaşlığa dəvət eləyə bilərdi. Nə etsək, övladlarınızın motivasiyası düzələr və yaxud da onların özünə inamı artar. Bəlkə elə bu səbəb ailədən qaynaqlanır. Ailə şagirdin yanında tez-tez bu ifadələri işlədir ki, sən bacarmayacaqsan, səndə alınmayacaq. Yenə də deyirəm, yəni situasiyaya görə indi qərar vermək olar. Mən hər tərəfli deyirəm ki, imtahanda qarşınıza çıxsa, diqqətli olun. Davam edirəm 7-ci sualına.
Deməli, siz 6-cı sinif olaraq bir informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 AZN büdcə ayrılıb. Yəni 150 manat pul ayrılıb. Siz ehtiyacları nəzərə almalısınız, büdcəni planlamalısınız. Xərcləri elə tənzimləyin ki, ümumi xərciniz 150 manatdan çox olmasın. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Əziz müəllimlər, baxın, informatika günü tədbiridir və siz tədbir planı eləyirsiniz. Bu planda da sizə ayrılan məbləğ 150 manatdır. 150 manatdan artıq pul xərcləməməlisiniz. Düzdür, informatikadan əvvəlki suallarda, bu günləri nəsə artinin suallarında cavablar yalnız fənlər arası çıxır. Amma məsələn, bu 7-ci sual fənlər arası inteqrasiyaya uyğun gəlir. Yəni, riyaziyyat, informatika fənninə uyğun gəlir. Məsələn, burada fənüstü inteqrasiyanı mən görmədim. Amma bundan əvvəlki suallarda həqiqətən də maraqlı idi ki, nəyə görə bəzi suallarda fənüstü inteqrasiyanı götürməyiblər. Sırf informatikaya aid olan hissədə, yəni yoxdur, fənüstü inteqrasiya yoxdur. Yalnız fənlər arası inteqrasiya var. Keçən ildə riyaziyyatda bu tipli bir sual paylaşılmışdı. Davam edirik. 8. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu şagirdlərə mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır, məsələni məktəb rəhbərliyinə çatdırırlar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur? Deməli, əziz müəllimlər, bullying hadisəsi hər yerdə yaşana bilər. Bullying davamlı baş verən şiddət deməkdir. Vaxtında qabağını almasaq, həqiqətən də ciddi problemlər yaşana bilər. Onun bir neçə növü var. Məsələn, fiziki bullying, şiddət var burada. Qeyri-verbal jestlərlə, mimikalarla, şəkillərlə olan bullyingdir. Kiberbullying, internet üzərindən baş verən bullyingdir. Tədris bullyingi müəllim bilmədən şagirdi incidir və s. Burada da hal-hazırda sosial mediada görürük ki, iki şagird arasında mübahisə var və bu digər şagirdlərə də mənfi təsir göstərir. İndi gəlin görək, müəllim necə yanaşmalıdır? Mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideyninə rəsmi xəbərdarlıq göndərmək. Ümumiyyətlə, biz həmişə deyirik ki, müəllim bacardığı qədər bullying hadisəsini aradan qaldırmaq istəyirsə, mənəvi dəyərləri birinci şagirddə formalaşdırsın, emosional intellekti şagirddə formalaşdırsın, şagirdlər arasında problemi həll etmək üçün onların ikisi ilə də ayrı-ayrılıqda fərdi danışsın və ortaq qərarı necə ortaq yolu tapa bilərlər, bunun haqqında məsləhət etsin. Və yaxud da lap ciddidirsə, yenə deyirəm, psixoloqdan da burada yardım ala bilər. Amma A variantı doğru deyil. Sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək məsələyə müdaxilə etməməyi seçir. Əslində, söhbət sinifdə gedir. İki şagird nə deməkdir? Yəni, bir sinifdə oxuyan şagirdlərdən söhbət gedir və yaxud da məktəbdə oxuyan şagirddən söhbət gedirsə, deməli, bu müəllimə də aiddir, məktəbə də aiddir. Ona görə bir variant da doğru deyil. Hər iki şagirdlə fərdi, baxın elə bizim dediyimiz kimi və sonra bircə görüşlər keçirmək lazımdır. Onların baxışlarını dinləmək lazımdır. Qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək vermək lazımdır. Mən C variantına indi bu suala hələ indi baxıram. Yəni, bugün ancaq testləri yığmağa vaxt sərf etmişəm ki, bilirəm, müəllimlərim də, elə başqa müəllimlər də gözləyirlər. Amma fikir verdiniz, elə A variantını izah edən kimi C variantının özüm izahını verdim ki, müəllim doğru addımı atmaq üçün bunu etməlidir. Danışmalıdır şagirdlərlə, mənəvi dəyərlər formalaşdırmalıdır, empatiya yaratmalıdır ki, problem həll olunsun müəllimlər. Doğru variant C-dir. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlərə bu barədə danışmamağı burada düşməyib. Amma məsələni burada bitirməyi, yəqin ki, belə olar. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlərə bu barədə danışmamağı və məsələnin müzakirəsini bağlamağı tapşıra bilərəm. Ola bilər ki, indi D variantı belə olsun, amma əvvəli onsuz da doğru gəlmir. Sosial mediada yazışmaları sübut kimi toplayaraq şagirdlərin ailələrini günahlandıraram, məsuliyyəti onların üzərinə qoyaram. Ailədən dəstək ala bilərik, amma Y variantı kimi yox müəllimlər. Ailə bizə dəstək olmalıdır. Müəllim, şagird, valideyn üçbucağı var. Bir müəllimin sinifində şagirddən söhbət gedirsə, o müəllimin də problemi sayılır. Tək valideynin problemi sayılmır. Davam edirik 9.
Deməli, aşağıdakı problemi proqramlaşdıraraq həll edin. İki nöqtə arasında məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Deməli, burada Pifaqor teoremindən istifadə etməlidir. Nöqtələrin koordinatlarını verib, proqram istifadəçisindən D ədədi üçün giriş qəbul etməlidir və məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Burada bizə texniki tələblər də verib və dönə-dönə görürsünüz ki, burada teoremə əsasən hesablamalar aparmalıdır. Şagird nə isə belə deyək də, nəticə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Əslində müəllimlər, yəni bu sualda təbii ki, müəllimlər yenə anlamaq və tətbiq etmək mərhələsi arasında düşünə bilərlər. Amma biz yeni qaydalara görə bilirik ki, əgər şagird hər hansı bir teorem və yaxud da hər hansı bir düstur şagirdin əlində varsa, ondan istifadə edərək şagird nə isə həyata keçirdirsə, bu anlamaq mərhələsinə aiddir. Yəni tətbiq var demirik, burada tətbiq yoxdur. Amma daha çox şagirdin bunu yerinə yetirməsi üçün ona anlamaq mərhələsi lazımdır. Hər hansı bir düsturdan istifadə, hər hansı bir teoremdən istifadə anlamaq mərhələsinin xüsusiyyətləri sırasında verilir müəllimlər. Bu suallarda diqqətli olun. Xüsusilə də kimya, biologiya, fizika müəllimləri. Davam edirik növbəti sualına. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırırsınız. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin və onların qiymətlərini araşdırın. Məktəbin ayrılmış büdcəsinə uyğun olaraq alqı-satqı planı hazırlayın. Taksonomiya deyir, tapşırıq Bloom taksonomiyasının hansı mərhələsinə uyğundur? Burada 2 dəfə düşüb. Əziz müəllimlər, bunu da bir çox müəllimlər yaratmaq götürüblər, düşünüblər ki, yeni bir layihədir bu. Yəni şagirdlər alqı-satqı planı hazırlamalıdır. Amma fikir verirsiniz, yəni bunu istənilən şagird həyata keçirdə bilər. İstənilən şagird belə deyək də, lazımi avadanlıqları müəyyən edə bilər. Kompüterin qiyməti nədir, masanın qiyməti nədir və alqı-satqı planı hazırlaya bilər. Ona görə də burada belə yuxarı təfəkkür səviyyəsinə aid bir tapşırıq yoxdur. Elə bizim doğru variantımız tətbiq etmək mərhələsidir. Onda B variantı. Belə əziz müəllimlər, 10-cu sualın da sonuna gəldik. Əgər bu video sizə yararlı oldusa, mütləq videomuzu bəyənməyi və paylaşmağı unutmayın. Qeyd edim ki, inşallah 16 iyun tarixində saat 13:00-da sertifikasiya müəllimləri üçün möhtəşəm bir canlımız olacaq. Bu canlıda siz 8 saata yaxın canlımız olacaq. İndi qeyd edim ki, həmin günə hər biriniz hazır olun. Bu 8 saatlıq canlıda, baxın, bu tipdə suallar işləyəcəksiniz. 250 sualla imtahana 2 gün qalmış. 250 sualla möhtəşəm şəkildə, mən öz fənnim adına bunu deyə bilərəm ki, möhtəşəm şəkildə imtahana hazır olacaqsınız. Əgər siz bu canlıya baxsaz, onda əmin olacaqsınız ki, hansı suallar qarşınıza çıxsa, hansı cavabları götürməyiniz məntiqlə daha uyğun olar. Və bir də qeyd etmək istəyirəm ki, bizim dəstək qruplarımız var. Sertifikasiya müəllimlərinə dəstək qruplarımız həmin videolarda YouTube kanalımızda var. Həmin videolara baxmağı unutmayın. Çünki bugünkü suallarla siz həmin sualları müqayisə etsəniz, görərsiniz ki, eyni RT-nin sualları əsasında və yaxud da sizin çərçivə sənədiniz əsasında suallarınız hazırlanır. Əziz sertifikasiya müəllimlərimiz, sizə imtahan tarixində uğurlar. Sağ olun, görüşərik.